Kəmal xanım, onda bu sizin kursda, bu 2 aylıq proqramda bu bolluq bərəkət işlənilirmi? Yəni aşılanır mı bizim Əlbəttə ki. izləyicilərimizə? Kurs ümumiyyətlə 2 ay gedir və orada biz birinci başlayırıq standart inanclardan. Şəfalanmaqdır, ata-anadır, nəsildir, karmalardır, gözdür, nəfsdir. Onları qaldırdıqdan sonra alt yapı hisslər var ki, insanlar onları unudub artıq. Onlar başlayır tətiklənməyə. Nə bilim, küskünlüydür, özüvə küskünlüydür, həyata küskünlüydür, Tanrıya küskünlüydür. Onlar qalxdıqdan sonra artıq sənin başlayır o çakra mövzusuna girmək istəmirəm, amma çakraların balanslaşması, qadın enerjisi son 2 həftəni mən ayırmışam pula. Çünki mən pulu əvvəldə eləsəm, nəticə olmayacaq. Dəyişməsən sən pul kanalında düz işləməyəcək. Pul çox gözəl bir enerjidir. Eyni ilə də gözəl enerjiyə gəlir. Mən əgər insanlarla bu prosedurları eləməyib sırazu pul kanalına girişsəm, yəni başlasam ki, mən pul, onu desəm inanın 1000 nəfər adam gələcək. Amma onu eləmirəm. Çünki orada nəticə az olacaq. O gələcək pulun bərəkəti itəcək və yaxud da gələcək dayanacaq. Çünki bu pillələr işlənməyib. Bu sinif kimidir də? Birinci sinifi keçməmisən, sizcə 2 necə keçəsən? Mən düşündüm ki, neynim ki, insanlara belə faydalı olsun. Bir dəfəlik dəyişsinlər də. Bildiniz necə? Bir dəfəlik dəyişsin dedikdə də, yəni mən demirəm, siz kursdan sonra hamı milyonçu olmaq istəyir də, bilirsiniz də. Yəni o milyonçu deyil. Yəni o deyil. Sən həyatın dəyişəcək. Sən tamamilə mənim kimi olacaqsınız. Başın dəyişəcək. Rahat olacaqsınız. Həyatdan zövq alacaqsınız. Hal-hazırda mən burdayam, mən xoşbəxtəm. Gedəcəm evə, orada xoşbəxt olacam. Çıxacam həyətə, həyətdə xoşbəxt olacam. Mənim o xoşbəxtliyimə də gələn insanlar, ətrafım, pul, bolluq, bərəkət, hamısı öz yerini tapacaq. Mən oturmuş bir insan olacam.